kişi və qadın arasındakı münasibətlərdə siz nəyi sezmisiniz? Və heç olubmu ki, Sara xanım bu dünyaya gələndə kişi kimi dünyaya gəlmək istəyibdi? Biz ümumiyyətlə bir şeyi unutmalıyıq ki, qadın 100% kişidən bu şeylərdən üstündür, bu şeylərdə güclüdür və yaxud da kişi qadından daha çox üstündür, bu kimi hallarda bunlar hamısı illüziyadır. Və qərb ölkələrində kişi-qadın münasibətlərinə, onların mədəni kodları ilə, onların ego inkişaf mərhələsinə aid olan cəmiyyətlərdə olan araşdırma nəticələri daha sonra Azərbaycanda ali həqiqət kimi qəbul olunur. Və burada çox böyük bir disbalans yaranır ki, Azərbaycanın qadın-kişi anlayışları, qadın-kişi münasibətləri, ailə anlayışı, hər bir şey çox fərqli mədəni kodlarla idarə olunur. Bir məsələyə də fikrimi bildirmək istərdim, bayaq sizin o sualınıza əsasən. Nə vaxtsa məndə bu sual olubmu ki, kaş ki mən kişi kimi doğulardım. Bəli, məndə olmuşdu, xüsusən yeniyetmə yaşlarımda. Çünki məndə menstrual ağrılar o qədər hər zaman güclü olub ki, mənim üçün çox dözülməz idi və mən hər zaman özümə deyirəm ki, nəyə görə qadınlar bu proseslərdən keçməlidir? Nəyə görə hər ay biz bu ağrılardan keçməliyik? Kaş ki mən kişi kimi doğulardım, məndə menstrual sikl olmazdı və mən bu ağrılardan keçməzdim.